Salam əziz tamaşaçılar, mən Lənkəran sakini Rəşad Əliyev, hörmətli prezidentimiz Cənab İlham Əliyev haqqında gözəl fikirlərimi xalqımızla bölüşmək istəyirəm. Bəli, hörmətli Cənab prezidentimiz bu yaxınlarda Azərbaycanın jurnalistləri üçün gözəl mənzil tikib onların istifadəsinə verdi. Öz açılışını hörmətli prezidentimiz, Cənab prezidentimiz İlham Əliyev cənabları onun açılışına şəxsən özü getdi. Jurnalistlərə təzə mənzilləri şəxsən özü getdi, onun lentini kəsdi. Bu, bir daha onu görsətdi ki, hörmətli prezidentimiz Azərbaycan xalqımız üçün çox işlər gördü. Bu, qürurverici oldu, əziz tamaşaçılar. Nəzər yetirin, yaxınlarda yeni liman istifadəyə verildi. Bir daha onu görsətdi ki, Azərbaycanın tranzit ölkələrindən Azərbaycana böyük bir sərvət gələcəyimiz üçün, bu Azərbaycan xalqının, gələcək nəsillərin gözəl yaşaması bir daha onu göstərir ki, bu Azərbaycan xalqı üçün, prezidentimiz İlham Əliyev cənabları öz Azərbaycan xalqımız üçün həmişə çalışıb. Azərbaycan xalqımız yaşasın, Azərbaycan xalqımız gözəl, firavan yaşasın. Bir daha onu göstərir ki, biz cənabları ilə qürur verməyə dəyər. Çünki bizim Azərbaycanın yeganə xilaskarının oğludur cənab prezidentimiz. İlham Əliyev cənabları dahi şəxsiyyətin oğludur. Çünki o Azərbaycanı dahi şəxsiyyət vaxtı qutardı. Ağır böhrandan qutardı. Onun da hörmətli prezidentimiz İlham Əliyev cənabları bu siyasəti qürurla aparır. Qürur verici aldı, əziz tamaşaçılar. Nəzər yetirin, Azərbaycanın qazı tranzit ölkəsi ilə sokarı dünyaya çıxdı. Bir də Azərbaycanın gələcəyinin gözəl yaşaması prezidentimizin sahasında bu sokar qazı Azərbaycandan dünya ölkələrinə çıxdı. Bir də onu göstərdi ki, Azərbaycanımızın gələcəyi prezidentimiz İlham Əliyev cənabları ilandır. Bəli, biz seçimimizi düz eləmişik, ey gözəl xalqım. Sağ olsun, sağ olun, ey gözəl xalq, mənə dəstək oldu, mənim çıxışıma, efir vasitəsilə sağ olsun Naxçıvan xalqı, mənim çıxışıma qiymət verdi, mənə oradan zənglər oldu Naxçıvan xalqından ki, hörmətli Rəşad Əliyev, biz səni dəstəkləyirik, sağ olsun Yerəz xalqı, dəstəkləyirlər məni, sağ olsun. Sağ olsun, məcburi köçkünlər, sağ olsun deyir Rəşad Əliyev, sən bizim prezidentimizin gördüyü işlərin realını danışırsan sən, sağ olsun. Dünyanın dörd bir yerindən mənə dəstək var, sağ olsun mənim çıxışıma. Sağ olsun Azərbaycan xalqı. Azərbaycan xalqı bir daha da onu görsətdi ki, məhz hörmətli prezidentimizdir bizim gələcəyimiz, hörmətli prezidentimizlə biz qurumuzdur. Bəli, biz bunu dəstəkləmişik, dəstəkləyəcəyik də. Bizim prezidentimiz həmişə xalqımız üçün çalışıb. Xalqımız gözəl yaşasın, xalqımız üçün iş yerləri açsın, sahibkarlar açsın. Mən sahibkar üçün şəxsən hörmətli prezidentimiz Allah onun canına dəyməsin, Allah onun nə arzuları var, onun arzularına çatdırsın hörmətli prezidentimizi. Mən razıyam ondan, dünyalar qədər razıyam. Mən şəxsən sahibkar, kiçik sahibkar bir məktub prezidentimə yazmağımla cənab prezidentim mənim məktubumu dərhal o məktuba göstəriş verildi. Mənim bir kasıb adam idim, eski mənim həyatım dəyişildi. Kimin sahasında mən hörmətli prezidentimiz cənab İlham Əliyevin sahasında. Çünki bizim uğurumuzdur, bizim gələcəyimizdir. Biz ondan fəxr edirik, eləyəcəyik də bugünkü günə kimi. Allah onu Azərbaycan xalqının üstündən əski eləməsin. Azərbaycan xalqı bilir ki, bizim xilaskarımız cənab prezidentimizdir, bizim gələcəyimizdir, bizim gələcək nəsillərimizdir. Hamısı bunu görür, hiss edir. Hörmətli prezidentimizin nə qədər Azərbaycan xalqımız üçün, nə qədər hörmətli prezidentimizin Azərbaycan xalqımız üçün iş yerləri. Baxın, ey gözəl xalq, buna qiymət verməyi bacarmalıyıq. Mən kiçik sahibkar, bir məktub yazmağımla mən üçün vəsait ayrıldı, evdə tikmişəm, maşını da almışam hörmətli prezidentimizin sahasına. Qürurverici oldu, ey gözəl tamaşaçılar. Bəli, hörmətli prezidentimizin sahasına bu maşını aldım. Mənim evimi də tikib, sağ olsun prezidentim, hakkından qürur duyuram. Qürur duymağa da dəyər. Əziz tamaşaçılar, yəni biz
Həmişə bu günlər demişik, deyəcəyik də. Hörmətli prezidentimiz bizim uğurumuzdur, gələcəyimizdir bizi hörmətli prezidentimizdən başqa heç kim bizi bu ağır şəraitdən qutara bilməz. Baxın, ey gözəl xalq. Nə qədər gör Azərbaycan xalqı üçün iş yerləri açılıb, sahibkarlar üçün bütün xalq yəni işlə təmin olunur. Yəni bu qürurverici haldır. Ey gözəl tamaşaçılar, ey gözəl xalqım. Bunlardan danışın, bizim qürurumuzdur. Prezidentimiz bizim qürurumuzdur, bizim fəxrimizdir. Biz ondan qürur duymağa dəyər. Bizim yeganə prezidentimizdir ki, biz ondan qürur duymuşuq, qürur da duyacağıq. Bəli, mən şəxsən özüm 20 ildir qürur duyuram cənab prezidentimlə. Yenə qürur duyacağım. Canım ona fəda, canım ona qurban. Onun yolunda canımdan belə keçməyə hazıram. Ölməyə razıyam. Prezidentimin yolunda. İlham Əliyev cənablarının yolunda. Bizim qürurumuzdur, bizim fəxrimizdir. Azərbaycan xalqı prezidentimizlə fəxridir. Bizim həmişə bunu demişəm, deyəcəyəm də. Bizim Azərbaycan xalqı görür. Azərbaycan xalqı hiss eləyir. Nə qədər görə iş yerləri prezidentimiz açdı xalqımız üçün. Nəzər yetirin. Cəmaət ağır şəraitdə qalmışdı. Müxalifətçi Əli Kərimli. Cəmaəti qutaraydın da bu bankların ağzını. Niyə qurtarmadın? Ay Əli Kərimli. Hə? Niyə qurtarmadın? Ay Əli Kərimli. Cəmaəti qutaraydın bu bankların ağzından. Niyə qurtarmadın? Hə? Cəmaətə yalancı bəndləri verirsin, cəmaəti öz tərəfinizə çəksin. Cəmaət özü görür ki, sizin tərəfə gəlir, heç də yoxdur. Ay Əli Kərimli, mən buradan deyirəm sizə. Azərbaycan xalqı prezidentimizə qiymət verir. Azərbaycan xalqı bilir ki, bizim xilaskarımız, hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Bizi gələcək nəsilləri hamısı hörmətli prezidentimizlə qürur duyur, bugünkü günə kimi. Bir çıxışımla dünyanın dörd bir yanından mənə sağ olsun Naxçıvan xalqı, sağ olsun Yeraz xalqı, sağ olsun məcburi köçkünlər, sağ olsun sahibkarlar, mənə dəstək oldular, sağ olsun. Hörmətli Rəşad Əliyev, sənin etdiyin çıxış tamamilə realdır, sağ olsun. Mən üçün qürurverici aldı. Azərbaycan xalqı bir daha da onu görsətdi ki, bu cənab prezidentimizdir bizim gələcəyimiz. Biz onunla qürur duymuşuq, qürurla duyacağıq. Bizi heç kim prezidentimizdən döndərə bilməz, bu qara qüvvə müxalifət döndərə bilməz. Bugünkü günə kimi qürur duymuşuq, qürur da duyacağıq. Bizim Azərbaycanın bir prezidenti böyle cənab İlham Əliyev bizi heç kim prezidentimizdən döndərə bilməz bugünkü günə kimi. Şəxsən mən can qoyuram onun yolunda. Canım fəda mənim prezidentimə. Heç kimdən də qorxmuram. Mən Lənkəran xalqından qorxuram, heç kimdən qorxmuram. Ölərəm onun yolunda ölərəm. Heç kim məni prezidentimdən döndərə bilməz. Eşitsin bütün Lənkəran xalqı, eşitsin bütün Azərbaycan xalqı. Qürur duymuşam, qürur duyacağam prezidentimdən. Heç kimdən də qorxmuram. Demişəm sözümü deyəcəyəm də. Heç kimdən mən heç nə edə bilməz. Prezidentimiz bizim arxamızdır, mənim arxamdır, arxam dayağımdır. Vaxtıkən mənə hörmətli prezidentim cənab İlham Əliyev mənə dəstək olub vaxtıkən. Bir məktuba hörmətli prezident mənim həyatımı dəyişdi. Kasıbın biriydim mən. Kimin sayəsində? Hörmətli prezidentimiz cənab İlham Əliyevin sayəsində. Bir məktub yazmağımla mənim həyatımı dəyişdi hörmətli prezidentim. Evimi də tikmişəm, maşını da almışam, hər bir sayətlə sahibkaram. Kimin sayəsində? Hörmətli prezidentimizin sayəsində. Mənə ayrılan vəsaitin sayəsində mən öz kasıbçılığımın aradan götürdüm. Hörmətli prezidentim həmişə məni dəstəkləyib, sağ olsun cənab prezidentim. Mən həmişə öz prezidentimlə qürur duymuşam, qürur duyacağam. Eşq olsun mənim prezidentimə. Sağ olsun, var olsun. Allah Azərbaycan xalqının üstünə əsk eləməsin. Bəli, hörmətli Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti. Görün, əziz tamaşaçılar, əziz xalqım. Görün, nə qədər gör Azərbaycan xalqının üçün iş yeri açın, nə qədər gör kasıblar üçün bugünkü günə kimi, bugünkü dəqiqəyə kimi. İki övladımız var, onun ötəsindən gələ bilmirik, çətinlik çəkirik. Hörmətli Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti, gör, nə qədər deputatlar var. Var, hamısına hörmətli Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti bunlara vəsait ayırır. Onların sağlamlığını, onların yeməyini, onların geyimi ilə, hamısı ilə şəxsən Mehriban xanım Əliyeva nə qədər görə Azərbaycanımızda
internatlar var. Bunların hamısına Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti bunların şəxsən özü maraqlanır. Bunların yeməyini, geyimini, sağlamlığını, xəstəliyi hamısını Mehriban xanım özü şəxsən bir məktub yazdırıb. Evladlarımız xəstədir, dərhal Mehriban xanım Əliyevaları xarici ölkələrə müalicəyə göndərir. Bunu kim eləyir? Hörmətli Mehriban xanım Əliyeva eləyir. Bəli, Azərbaycanın vitse-prezidenti. Qürur verici oldu. Hörmətli prezidentimiz nə qədər görə Azərbaycan xalqı üçün iş görüb. Ey gözəl xalq, bunu biz qiymətləndirməliyik. Bizim uğurumuzdur prezidentimiz. Bəli, biz qürur duymuşuq, qürur da duyacağıq prezidentimizlə. Bizi heç kim prezidentimizdən döndərə bilməz. Heç kimdən də biz qorxmuruq. Şəxsən mən heç kimdən qorxmuram. Heç bir qara qüvvələrin heç bir duxu çatmaz mənə heç eləməyə. Heç nə də eləyə də bilməz. Eşitsin, Lənkəran xalqı da eşitsin, bunun Azərbaycan xalqı da eşitsin. Heç kimdən də qorxum yoxdur mənə. Mənim arxamda hörmətli prezidentim durur. Daxili İşlər Nazirliyi durur. Qürurlu polisimiz durur mənim arxamda. Bəli. Həmişə də məktub yazmışam hörmətli prezidentimə. Şəxsən mənim məktublarıma şəxsən ciddi reaksiya verilir. Nə qədər məktublar yazmışam, hamısı da hörmətli prezidentimiz sağ olsun. Mənim yazdığım məktubların hamısını hörmətli prezidentimiz dərhal reaksiya verir. Hamısına da cavab yazılır. Bunlar qürur verici alır. Onun yolunda canım qurban, ona can qoyarım prezidentimin yolunda. Mənim qürurumdur. Canım ona fəda. Bir canım var, o da ona qurban. Mənim qürurumdur o. Hörmətli prezident, hörmətli dahi şəxsiyyət Heydər Əliyev cənabları, ümumi lider Azərbaycanın yaşadı. Azərbaycan onun sahasında bugünkü günü yaşayır. Qürur vermişik, bugünkü günü qürur vermişik, qürur da duyasıyıq. Bəli, Azərbaycanın qururudur. Hörmətli Heydər Əliyev cənabları, biz bundan qürur verməyə dəyər. Əziz gözəl tamaşaçılar, bizim fəxrimizdir. Bugünkü günü həmişə görmüşük deyəcəkdir. Bizim Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev cənablarıdır və onun cənabları İlham Əliyev cənablarıdır. Bizi heç kim İlham Əliyevdən döndürə bilməz. Bizim yeganə prezidentimiz İlham Əliyev cənablarıdır. Hörmətli prezidentim, mən sizdən fəxr edirəm, mən sizdən qürur duyuram. Şəxsən mən Lənkəran sakini Rəşad Əliyev, siz mənim üçün çox işlər görmüşsünüz. Mən sizdən razıyam, dağları qədər. Sağ ol, hörmətli prezidentim. Mənə göstərdiyiniz qayğıya görə mən sizə təşəkkür edirəm, hörmətli prezidentim. Allah sizdən razı olsun. Mənim yazdığım məktublara siz həmişə reaksiya vermişsiniz. Sağ ol, cənab prezidentim. Mən bu sizin göstərdiyiniz qayğını ölənə qədər unuda bilmərəm, hörmətli prezidentim. Mən sizdən qürur duymuşam, qürur duyacağam. Mənim Allahdan bir arzum var. Mən çox hörmətli prezidentim, hər bir şey eləmişsiniz. Sağ olun, mən sizdən razıyam. Mənim evimdə tikilməyib, maşınım da alınıb. Mənim üçün şərait yaradılmış hörmətli prezidentim. Kiçik sahibkarım, mənim hər cür şərait yaradılıb. Sağ olsun, sizin sahənizdə, hörmətli prezidentim. Sizin sahənizdə. Mən sizdən razıyam. Bir dənə Allahdan bir arzum var ki, Allahdan o da Allah mənə inşallah qismət elə, cənab prezidentimlə inşallah üzbəüz görüşərəm inşallah. Mənim Allahdan bir arzum budur. Mənim Allahdan arzum budur ki, bir dənə mənim cənab prezidentimlə üzbəüz görüşmək inşallah. Mən çox hörmətli prezidentim, sağ olun, var olun, hər şey eləmişsiniz mənim üçün. Mən sizin sağınızda bugünkü günü gözəl firavan yaşayıram. Amma sizin göstərdiyiniz mənə olan qayğınızı heç vaxt unutmayacağam, cənab prezidentim. Sağ olun, Allah sizi Azərbaycan xalqının üstündə əsk eləməsin. Allah sizə uzun ömür, can sağlamlığı, mən sizin qürur duymuşam, qürur da duyacağam. Heç kim sizin yolunuzdan döndərə bilməz, cənab prezidentim. Allah sizi Azərbaycan xalqının üstündən əsk eləməsin, bizim fəxrimizsiniz, bizim qürurumuzsünüz. Bugünkü günü mən həmişə demişəm, deyəcəyəm də, mən heç kimdən qorxmuram. Sizin Lənkəran xalqına heç kimdən qorxum yoxdur. Məni şəxsən prezidentimdən heç kim döndərə bilməz. Çıxışlar eləmişəm, bundan sonra həmişə də çıxışlar eləyəcəyəm. 100 dəfə də olsa çıxış eləyəcəm. Məni heç kim prezidentimdən döndərə bilməz. Mənim qürurumdur, Azərbaycanın fəxridir. Öləcəm, prezidentimin yolunda öləcəm. Qara qüvvələr, qara magiyalar var. Azərbaycanda bəzi müxalifətçilər. Heç də eləyə bilməzlər Azərbaycanda. Azərbaycanda çövülüş də eləyə bilməzlər. O halk ruhlar da çıxır. Mən bunu deyirəm. Azərbaycanın
qürurlu polisi var, Daxili İşlər Nazirliyi var. Hörmətli prezidentimizin arxasında durur. Mənim kimi milyonlarla gözəl şəxsiyyətlər onun arxasında durur. Eşitsin bu müxalifət, eşitsin o Əli Kərimli. Heç nə eləyə bilməz. Mənim prezidentimin arxasında qürurlu polisi var, Daxili İşlər Nazirliyi var. Azərbaycan xalqı durub mənim prezidentimin arxasında. Geçsinlər özlərinə başqa yerdə iş axtarsınlar. Azərbaycanı çövirməsinlər burada. Azərbaycan bir nəfərə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev cənabları. Çünki xalqımız, hörmətli Prezidentimiz Cənab İlham Əliyevlə biz gələcəyimizi görürük. Bizim uğurumuzdur, gələcəyimizdir. Bizi hörmətli Prezidentimizdən başqa heç kim bizi bu çətin böhrandan çıxarda bilməz. Bəli, mən deyirəm bunu. Eşitdim bütün xalq. Bəli, hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyeva, ey gözəl xalqım, nə qədər gör Azərbaycan xalqımız iş görür, nə qədər gör kasıblar gedir yolunu məktubla müraciət edir Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti, nə qədər gör xəstələri aeroportdan yola salır, xarici ölkələrə onların müalicə olunması üçün. Nə qədər böyrək xəstəliyi var, böyrək çatışmayan xəstələr var Azərbaycanda. Cənab prezidentimiz öz şəxsi fondundan onlar üçün pul ayırır. Ağır böyrək xəstəliyi keçidən vətəndaşlarımız var. Bu verici oldu. Baxın, ey gözəl xalqım. Hörmətli prezidentimiz bizi bu alovun içindən çıxartdı. Cənab prezidentimiz. Baxın, ey gözəl xalq. Bunu kim elədi? Heç kim. Bankların ağzında qalmışdıq. Ağır vəziyyət. Şəxsən mən özüm 5000 manat qoyum bankdan götürmüşdüm. Devalvasiyadan mənim bankım gəlib çıxmışdı 8000 manata. 2000 manat getdim bu yaxınlarda götürdüm. Kimin sahasını? Hörmətli prezidentimizin sahasını. Çünki hörmətli prezidentimiz xalqı o alovun içindən çıxartdı. Cəmaət evini satırdı, eşini satırdı, maşını satırdı, gedirdi bankların pulunu verirdi. Amma hörmətli prezidentimiz öz şəxsi fondundan pul ayırdı. Ey gözəl xalq, buna biz qiymət verməyi bacarmalıyıq. Ey gözəl xalq, sağ olsun sahibkarlar, mənə zəng elədilər. Hörmətli Rəşad Əliyev, sizin elədiyi çıxış çox gözəl. Naxçıvan xalqı, eşq olsun Naxçıvan xalqına, sağ olsun. Mənə dəstəkləyirlər bugünkü günə kimi. Ki, sənin elədiyin çıxış, hörmətli Rəşad Əliyev, sizin elədiyi çıxış dəyər vericidir. Bəli, sağ ol. Çünki hörmətli prezidentimizin gördüyü işləri sən işıqlandırırsan, bəli. Mən canım qurbanıq prezidentimə. Onun yolunda mən can qoyaram. Eşitsin bütün xalq, eşitsin bütün Lənkəran. Heç kimə də qorxmuram. İstik Lənkəran falan heç kimə də qorxmuram. Mənim arxamda hörmətli prezidentim durub, Daxili İşlər Nazirliyi durub mənim arxamda. O olacağını danışım, heç kimə də qorxum yoxdur. Sağ olsun hörmətli prezidentimiz bizim üçün bugünkü günə kimi. Özü də görürsünüz, ey gözəl xalqımız. Neçə min tüttinci yetişdirdi xarici ölkələrdən. Aramasılığı bərpa elədi, pambasılığı bərpa elədi. Fermerlərə xarici ölkələrdən mal gətirildi, verildi. Fermerlər yaşasın. Baxın, nə qədər gör sahibkarlara dövlət səviyyəsində, dövlət öz fondundan, prezidentimiz öz fondundan sahibkarlar üçün pul ayırdı. Sahibkarlar yaşasın, Azərbaycan xalqı dolansın, Azərbaycan xalqı firavan yaşasın. Bunu, bu 1990-cı ildən bugünkü günə kimi gör, hörmətli ümumlərimiz cənab Heydər Əliyev cənabları, hörmətli prezidentimiz İlham Əliyev cənabları və hörmətli Mehriban xanım Əliyeva, Azərbaycanın büyük vitse-prezidenti, üç gözəl şəxsiyyət Azərbaycan xalqımızı 90-cı ildən bu günə kimi Azərbaycan yer-göy qədər Azərbaycan çiçəkləndiyi, Azərbaycanın bütün turistlər Azərbaycandan danışır. Fillərdə mən baxıram, bütün turistlər, bütün Azərbaycan yeganə prezidenti ki, mən İlham Əliyev cənabları, mənim canım, ürəyim, qəlbim. Hörmətli prezidentimiz cənab İlham Əliyev cənabları, bütün dünyanın prezidentlərindən ən böyük prezidentimdir mənim. Mənim canımdır, ürəyimdir. Canım fəda mənim prezidentimə. Bütün dünyanın prezidentlərindən də ən üstün, ən hörmətli prezidentimizdir. Çünki onun atası hörmətli Ulu Öndər dahi şəxsiyyət, Azərbaycanın lideri, Azərbaycanın
yaşadan Azərbaycan bugünkü gün onun sahasında Azərbaycan nəfəs alır. Onun oğludur. Dahi şəxsiyyətin oğludur. Balaca adam deyil, dahi şəxsiyyət. Azərbaycanın gururudur. Azərbaycanın fəxridir. Bütün dünya prezidentləri Azərbaycan xalqından da, Azərbaycanın xalqının yaşayışından danışır. Gəlmişlər olimpiya oyunlarında o bütün prezidentlərin gözləri belə qalmışlar. Şok vəziyyətində ki, balaca bir ölkə Azərbaycan 15-20 il içində risk Azərbaycan dəyişildi. Bu cür Azərbaycanı gözləmirdilər. Hələ bizim qürurumuzdur. Bir daha Azərbaycan xalqını hörmətli prezidentimə dəstək olmaya çağırıram. Ey gözəl Azərbaycan xalqı. Hörmətli prezidentimizi seçmişsiniz, sağ olsun mənə dəstək oldu. Naxçıvan xalqı sağ olsun, Yerəz xalqı sağ olsun. Məcburi köçkünlər mənə dəstək oldular bu çıxışıma, sağ olsunlar. Dünyanın dörd bir yanından mənim bu çıxışımı izləyirlər, sağ olsunlar, dəstək oldular. Dünyanın dörd bir yanından, sağ olsun. Allah Azərbaycan üstündən cənab prezidentimizi əski eləməsin. Sağ olsun, var olsun. Yaşasın Azərbaycan. Eşq olsun Azərbaycan xalqına. Hörmətli prezidentimizdən addımlıyırıq, cənab prezidentim. Biz sizin arxoza getmişik, gedəcəyik də bizim uğurumuz sizsiniz, cənab prezidentim. Bizim gələcəyimiz də sizə bağlıdır. Biz sizlə və hörmətli Mehriban xanım Əliyeva Azərbaycanın vitse-prezidenti ilə qürur duymuşuq, qürur duyacağıq. Bizim xilaskarımız sizsiniz. Biz sizdən yapışmışıq, hörmətli prezidentim. Sağ olun, var olun. Azərbaycan sizdən qürur duyur. Eşq olsun mənim prezidentimə. Allah onu Azərbaycan xalqının üstünə əsik eləməsin. Sağ olsun, var olsun. Hörmətli prezidentim, mənim bir arzum var həyatda. Mənim üçün hər şey eləmişsiniz, cənab prezidentim. Bir arzum var, o da sizlə görüşməkdir. Allah inşallah onda bizə qismət elər inşallah. Allah sizdən razı olsun, sağ olsun, sağ olun, var olun.